ən uca məhbub Allah deyilmi bizə qardaşım? Ən çox Allah bizə sevilmir deyilmi? Hamımıza aiddir, həmçə o Rəbbim Allahdır deyib asil olanlara və sən necə Allah sevirsən ki, ondan gələn mesajı belə oxumamısan hələ indiyənə kimi. Qur'an-ı Kərimi. Bax, Ramazan ayı gəlir. Nə qədər insanlar var ki, qəflətdədir. Ramazan ayını vallahi quruca ac qalmaqla keçirəcək. Rəbbinin kitabından qafildir. İşə gedib gələcək. Hə, bugün oruç tutdum, bitdi. Nə zikir olacaq, nə bəlkə də namaz olacaq. Nə qədər oruç tutanlar var ki, namaz qılmır. Bir dənə oruçdur. Hə, ac qaldım. Elə bilir ki, oruclu bir dənə ac qalmaqdan ibarətdir. Vallahi yəni kim onu elə hesab edirsə, ona qalan ancaq elə aclıqdır. Əziyyətdən başqa bir şey deyil. Allahdan gələn mesajı oxumayan nə qədər insanlar var. Hətta ibadət əhli arasında bunu həmişə deyirəm, yenə deyəcəm qardaşlar. Nə qədər ibadət əhli içində qardaş bacılarımız var ki, Quran oxuya bilmirlər ha kişi. Allahdan gələn mesajı da qardaş bizi Allah Taala nəsə çatdırmaq istəyir. Əmrlər, qadağalar var. O nə üçündür? Vallahi bizim xeyrimiz üçün, islah olunmağımız üçün, imanımızın artması üçün, Allahı yaxşı tanımağımız üçün. Məgər Quran-Kərimin gəlmə, nazil olma səbəblərindən biri Allahı tanımaq deyilmi qardaş? İnsan nə vaxt sevir, nə vaxt sevgisi artır? Tanıyanda. Bugün o insanlar Allahı sevirəm deyənlər var. Görürsən, həqiqətdə Allah'a sevgisi yoxdur. Niyə sevmir? Çünki Rəbbini tanımır qardaşım. Allahdan bixəbərdir, Allahdan qafildir. Rəbbini tanımır. Tanısaydı Allah ibadət edərdi. Tanısaydı Allahdan qorxar. Bilərdi ki, Allahın əzabı şiddətlidir. Bilərdi ki, salih əməl sahibi olsa Allah mükafatlandıracaq, artıqlaması ilə verəcək, dara düşəndə yardım edəcək, səbirli edəcək və s. və ilaxır xeyirlərə müvəffəq edəcək, ruziləndirəcək və s. Rəbbini tanımadığına görə nə qədər bax görsən, bədbəxt insanlar var qardaş. Həqiqətdə miskin insanlardır vallahi.